fakültemizdə bildiyimiz devam edir. Görüşlər, tədbirlər tez-tez keçirilir. Özünüzdə daxil olursunuz və kitab təqdimatları da həmçinin. Bugünkü tədbirimiz əlamətdar bir hadisəyə həsr olunubdur. Kitab təqdimatıdır. Amma bu kitab təqdimatına özəllik verən, dəyər verən onun bizim həmkarımız, şəhid jurnalist haqqında olmasıdır. Məlumatınız var ki, 2021-ci ildə Kəlbəcərdə hörmətli vəzifələrini yerinə yetirərkən iki həmkarımız binaya düşdülər, şəhid oldular. Onlardan biri Siraj Abişoğlu idi, digəri isə Mərhəm İbrahim idi. Allah hər ikisini rəhmət eləsin. Bugünkü kitabımız Jurnalist ömrünün əbədiyyət nəğməsi adlanır və kitabı şəhidimizin qardaşı, o da bizim həmkarımız sayılır, fakültədə də fəaliyyət göstərir. Əskər Əloğlu, Əskər İbrahimov hazırlayıbdır və bugün o kitabları fakültəyə gətiribdir. Tədbirin sonunda onlar sizə təqdim olunacaq. Tədbirimizi başlamamışdan öncə hamıdan xahiş edirəm ki, bütün həmkarımız, jurnalist həmkarımız Məhərrəm İbrahimovun timsalında bütün şəhidlərimizi təqdim Allah rəhmət eləsin. Ümumiyyətlə, bu mövzu həmişə aktualdır və biz fikirləşməyək ki, yaşanan hadisələrdə mütləq dərs çıxarmaq, onların məsələləri xatırlasaq, o hadisələri təkrar yaşamaq. Ona görə də biz həm aprel döyüşlərində, həm 2020-ci ilin Tovuz döyüşü öndə olan jurnalistlərdən olub göstərirdilər. Təəssüf ki, müharibədən sonra dinc şəraitdə mən çox danışmaq istəmirəm. Bu kitabın ərsəyə gəlməsində dəyərli millət vəkilimiz Rizvan Nəbiyev rəhbərlik qismində iştirak edir. Bizim dəyərli professorumuz Qulu müəllim, Qulu Məhərrəmli ön sözün müəllifidir. Vəkilimizə verərdim. Buyurun Rizvan müəllim. Hörmətli Qulu müəllim, hörmətli professor müəllim heyəti, əziz tələbələr. Bakı Dövlət Universitetində mən də vaxtında təhsil aldığım universitetdə olmaq həqiqətən qürur vericidir. Müxtəlif kitab təqdimatları, hansısa mühazirələrlə bağlı. Bugünkü tədbirin isə əhəmiyyəti bir neçə nöqteyi nəzərdən xüsusilə diqqətə cəlb edir. Biz şəhid jurnalist Məhərrəm İbrahimovun həyatına bağlı kitabın təqdimatı məqsədinə yığışmışıq. Bu eyni zamanda milli mətbuatımızın 150 illiyi və suverenliyimizin, ərazi bütövlüyümüzün müdafiəsinin 5 illə bağlı hadisələrlə üst-üstə düşdüyünə mən eyni zamanda sülh gündəliyi, Azərbaycan prezidentinin beynəlxalq müstəvilərdə təqdir olunan sülh təşəbbüsləri və s. barədə qısaca fikrimi bölüşmək istəyirəm. Bilirsiniz, hər bir insanın həyatı dəyərli. Bu beynəlxalq konvensiyanın hansı ki, insan hüquqlarla bağlı təminatı verir və əgər hadisələrin qurbanı jurnalist olursa, məsələnin siyasi həssaslığı meydana gəlir və xüsusilə bu, əgər cəbhə bölgəsinə, müharibə şəraitində və yaxud da ki, dinc şəraitdə baş verirsə, təbii ki, dünya mətbuatı bu hadisəni diqqətə götürür. Necə ki, biz iyun ayının 4-də 2021-ci ildə Azərbaycanın Susuzluq kəndində bu hadisə baş verəndən sonra Məhərrəm və Siraj həyatını itirsə də, Azərbaycanın üzləşdiyi mina problemini dünya miqyasının təqdimatında biz yeni bir mərhələyə daxil olduq. Yəni, bu acı bir reallıqdır. Çünki Azərbaycan ərazisinin təxminən 12-13%, 1,5 milyon ədəd partlamamış mina və hərbi sursatla bugün çiklənmiş qalır. Bu, çox sayılı konvensiyaların pozulmasıdır. Amma bununla bağlı həqiqətin dünyaya çatdırılması bu artıq başqa səpkilə bir fəaliyyətdir. Tələb edir. Siz belə daxili auditoriyada bunu görüşür. Siz təsəvvürləyin 2021-ci il istehsalı olan Ermənistan minaları Azərbaycan ərazisində bastırılır. Siz bilirsiniz ki, irqi aid seçkinin bütün formaların ləğv olunmasından bağlı konvensiya üzrə biz Ermənistanda bizə qarşı iddia qaldırıb. Bu iddianın içərisində biz 2021-ci il istehsalı olan mina ilə bağlı o sənədləri təqdim edəsək də, Beynəlxalq Ədalət Məhkəməsi bunun birbaşa Ermənistanın fəaliyyətindən bağlı olmasını qəbul eləmədi hüquqi baxımdan. Siz məsələn çətinliyinə baxın. Amma deyək ki, siyasi müstəvidə
bu hadisənin baş verməsi. Bütün insan hüquqları təşkilatlarına hamı ayağa qaldırdı və orada da ikili standartlardan çıxış edərək o dillərə baxanda siz məsələləri görə bilərsiniz. Minalarla çirklənmə təkcə bu insanların həyatı üçün deməli təhlükə yaratmır. Bu eyni zamanda mədəni sərvətin dağılması, məhv olunması üçün çox böyük bir təhlükə mənbəyidir. Bilirsiniz ki, Birləşmiş Millətlər Təşkilatının ümumi inkişafla bağlı 17 dayanıqlı inkişaf məqsədi. Azərbaycan Respublikasında isə 18-ci dayanıqlı inkişaf məqsədi kimi biz minalardan təmizləməni qəbul etmişik, milli səviyyədə. Və onun da BMT səviyyəsində qəbul olunması üçün fəaliyyət göstərir. Və yaxud da ki, 1954-cü il Haqa Konvensiyası var. Hərbi münaqişələr zamanı deməli, mədəni sərvətlərin qorunmasından bağlı. Misal üçün, 2 il bundan öncə, onun 15-ci yığıncağında münaqişə zamanı minaların deməli, mədəni sərvətə təsir etməli, təsirlərə bağlı bir bizim qətnamə qəbul olundu. Bu da deməli, Azərbaycan dövlətinin, Azərbaycan diplomatiyasının baş vermiş hadisələrə bir cavabı. Bizim şəhid qardaşımız, yəni şəhid olan vaxtı biz nə bir günlük antiterror əməliyyatını keçirmişdik, nə tarixi Vaşinqton razılaşmaları olmuşdur. Ona görə həmin dövrdə yazılan yazılarla, məsələyə münasibət bildirməklə, hazırki dövrdə məsələyə münasibət bildirmək tamamilə fərqlənir. Mən nələri vurğulamaq istəyirəm? Deməli, 2023-cü il sentyabr ayında bir günlük antiterror əməliyyatından sonra biz deyirik ki, Azərbaycan Respublikasının suverenlik tam şəkildə bərpa olunur. Suverenliyin tam bərpa olunması daxili və xarici suverenlik mənasında bir neçə mühüm deməli, dövlət üçün onun hüquq qabiliyyətini təsdiq olunması deməkdir. Mən nəyi vurğulamaq istəyirəm? Misal üçün, daxili suverenliyin bərpası mənasında 1995-ci ildə qəbul olunmuş konstitusiya var, Heydər Əliyev rəhbərliyi altında hazırlanmışdır. O, işğaldan azad olunmuş, Qarabağ Şərqi Zəngəzurunda hər bir nöqtəsində tətbiq olunmağa başladı. Bu, daxili suverenliyin deməli, bərpası istiqamətində çox ciddi bir siyasi, həm də deməli, eyni zamanda hüquqi bir məsələ idi. Və daxili suverenliyin bərpası dövlət üçün vacibdir, həm də ondan ibarətdir ki, hazırki dünya düzəninin əsasında dövlətlərin suveren bərabərliyi dayanır. Bu da BMT nizamnaməsinin gəlir. Yəni ki, BMT-nin nizamnaməsinin birinci bölümündə göstərilir ki, bu təşkilat onun üz dövlətlərin suveren bərabərliyinə əsaslanır. Deməli, əgər dövlətin suverenliyi pozulubsa, deməli, o müəyyən mənada həm daxil, həm xarici siyasətdə öz hüquq qabiliyyətini həyata keçirə bilmir. Amma dövlət suverenliyini heç vaxt itirmir. Çox xaricdən bunu diqqətlə yadınızda saxlayın. Çünki bu 49-cu Cenevra Konvensiyasına gəlir. 4-cü Cenevra Konvensiyası yazır ki, işğal olunmuş ərazi üzərində suverenlik işğalçıya keçmir. Beynəlxalq hüquq pozulur, beynəlxalq humanitar hüquq tətbiq olunmağa başlayır, amma dövlət öz suverenliyi saxlayır. Bax, bu mənada bizim hazırda 4 anklav kəndimiz işğal altındadır, Qazanmış kəndi və Naxçıvandan Kərkiv kəndidir və biz o ərazilər üzərində öz suverenliyimizi saxlayırıq. Amma yurisdiksiyamızı icra edirik. Yəni, müvafiq dövlət orqanları öz yurisdiksiyasını icra edə bilmir. Bunu da izah eləmək üçün başqa bir misal gətirib. Misal üçün, biz Qubatlını 2020-ci il oktyabr 25-də azad edirik. Bir il sonra, 2021-ci il, misal üçün, Dövlət Gömrük Komitəsi cənub hissədə gömrük məntəqəsini təsis edir. Və yaxud da 2023-ci ilin aprelində deməli, Laçın ərazisində, Həkələ çayı üzərində dövlət sərhədinin buraxılış məntəqəsi yaradılır. Bu, artıq dövlətin suverenliyin bərpası istiqamətində özlərinə düşən vəzifəni icra eləməsi və yurisdiksiyanın da icrası istiqamətində, həyata keçirməsi istiqamətində dövlətin özlərinə düşən vəzifəni həyata keçirməsidir. Görürsən, hadisələr bir-birinə nə qədər bağlıdır. Bəs tarixi Vaşinqton razılaşmaları və onun sülh günləri ilə bağlı əhəmiyyət haqqında nələri vurğulamaq lazımdır? Azərbaycan Prezidenti Cənab İlham Əliyevin sülh gündəliyi, sülh təşəbbüsləri tarixi Vaşinqton razılaşmalarından keyfiyyətcə yeni mərhələyə daxil oldu. Yəni, əgər biz 2021-2023-cü ilin antiterror əməliyyatlarına qədər danışıqlarda Ermənistan tərəfi yenə bu və digər şəkildə orada yaşayan erməni əhalinin deməli, iddialarla bağlı məsələləri gündəmə gətirilirsə, antiterror əməliyyatlarından sonra bu məsələlər artıq təbii formada gündəmdən çıxdı, amma Ermənistanın sülh gündəliyini qəbul eləməsi bu tarixi Vaşinqton razılaşmaları nəticəsində oldu. Deyək ki, məsələn, ATƏT-in Minsk qrupunun ləğv olunması. Çox fenomenal bir hadisədir. 92-ci ildə bu Minsk qrupu yaradılanda və sonraki dövrlərin fəaliyyəti aydındır. Bunu siz evdə siyasətlə əlaqəsi olmayan adamlardan da sorsanız, ATƏT-in Minsk qrupunu hamı eşidir. Daha çox da fəaliyyətsizliyinə görə. Amma
ATƏT Minsk qrupunun ləğvi də 2020-ci ildə başladığımız 44 günlük Vətən müharibəsinin birbaşa əlaqəlidir. Mən həmişə onun çıxışlarında bildirirəm, parlamentdə də bildirmişəm. Deməli, sentyabr 27-sində Azərbaycan əskərinin Füzulidə, Səngərdə, Qaraxanbəylidə başladığı əməliyyat bizim ilk azad olan kəndlərimizdən biridir. Ondan deməli 5 il sonra 2025-ci il sentyabrın 1-də Helsinkidə və yaxud da Viyanada, şirkət orada yerləşir, diplomatik müstəvidə başlanan missiyanın, yəni əskərin başladığı missiyanın prezident əməliyyat tərəfindən deyil başa çatdırılması idi. Yəni, burada hərbi müstəvi ilə diplomatik müstəvinin arasında biz birbaşa əlaqəni görürük. Yəni, döyüş meydanında zəfərin əldə etdiklərimizin diplomatik müstəvidə qəbul olunması da həmin hadisələr qədər çox vacibdir. Və Tarix Vaşinqton razılaşmalarının nəticəsində bilirsiniz ki, Ermənistanla sülh sazişi və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş paraflanır. Düz onun da iki aspekti var. Sülhün əldə olunması və dövlətlərarası münasibətlərin yaradılması. Və bunun əsasında biz təklif edirik, Azərbaycan Prezidenti strateji baxışlarına uyğun olaraq regional əməkdaşlıq, yeni siyasi reallıqda yeni əməkdaşlıq imkanları. Bu artıq Orta Asiya davet edir. Bu mənada deyək ki, bizim C5 formatında yer almağımız artıq o altılıq formasındadır. Bu onu göstərir ki, region, Xəzərin həm şərqi, həm qərbi, tarixən vahid və bir coğrafi məkan olsa da, coğrafi faktorlar baxımından, tarix faktorlar baxımından, indi siyasi, iqtisadi baxımdan da biz o vəhdəti təmin edirik. Bu, hazırki yeni dünya düzəninə gedən proseslərdə bu region dövlətlərinin malik olduğu resurslarla öz mövqələrini möhkəmləndirməkdir. Və Azərbaycan olaraq öz resurslarıyla gedir. Siz bilirsiniz ki, orta dəhliz bizim zəfərimizdən sonra onun siyasi iqtisadi çəkisi daha da artmışdır. Və biz Orta Asiya ilə o necə deyirlər, resurslarımızı səfərbər eləməklə, birləşdirməklə artıq şərqlər arasında həm ticari, həm də siyasi münasibətlərin necə deyirlər, intensivləşməsinə müəyyən çəkini özlərimizə götürür. Və bu hadisələri mən qısa təhlil verməklə onu vurgulamaq istəyirəm ki, bizim şəhidlərimizin canı, qanı bahasına biz buna əldə edirik. Mən bununla bağlı bir sonuncu misalı deyim və fikirlərimi yekunlaşdırım. Cənab Prezident deməli Almaniyaya səfər eləmişdir, bu anti-terror əməliyyatlarından qısa bir müddət sonra. Orada mətbuat açıqlamasında bildirdi ki, biz döyüş meydanında ərazi bütövlüyümüzü, suverenliyimizi və ləyaqətimizi bərpa elədik. Siz Cənab Prezidentin çıxışlarına baxın, bu məsələni o həmişə olurur. Yəni, sadə insan üçün suverenliyin bərpası, ləyaqətin bərpası demək. Məsələn, ona qədər, mən uzun da diplomatik fəaliyyətdə olmuşdum. 20 ildən artıq, bu misalı nəyə görə bildirirəm. Biz danışıqlar aparanda inanın ki, bir yarımçılıq hiss oluyor. İnsanın səs tonu da başqadır, sənədlərin razılaşdırılmasından da bağlı. Bilirsiniz, amma qalib dövlətin təqdimatı və qalib dövlətin gündəmi müəyyən eləməsi. Bax, o bizim Məhrəm kimi, Sirac kimi adını çəkmədiyimiz bizim minlərlə şəhidimizin canının qanı bahasına əldə olunmuş bir tarixi nailiyyətdir. Yenə deyirəm, bunun nəticəsində biz Ermənistanı səngərdən çıxarıb diplomatik masaya oturduq. Çox böyük bir məsələdir. Yəni, elə bir zəhərlənmiş bir cəmiyyəti, ideoloji baxımdan, digər məsələlər baxımdan və bundan sonraki əsrlər boyu, yəni Azərbaycan xalqı, Azərbaycan dövləti var olduqca davamlı olaraq gündəmdə olan bir məsələ olacaqdır. Bu baxımdan, indi siz sevdiyiniz peşə ilə fəaliyyətinizi davam elətdirən zamanda davamlı olaraq bu məsələlərə istinad edəcəksiniz. Çünki siz artıq qalib dövləti, bu zəfəri yaşamış dövlətin vətəndaşları kimi ölkəni təqdim edirsiniz. Bunun düzdür, məsuliyyəti də əvvəlki məsuliyyətlə müqayisədə az deyil, amma artıq, necə deyir, sizin fəaliyyətiniz üçün məkan başqadır. Sizin o təqdimat üçün imkanlarınız başqadır. Çünki arxada bizim yenə şəhidlərimizin və qazilərimizin canlı qanı bahasına əldə olunmuş bir zəfərimiz var ki, o zəfər nəticəsində də bu suverenliyin, ərazi bütövlüyünün bərpası və milli ləyaqətin bərpası əsasında biz necə deyirlər bu təqdimatı edirik. Mən bu kitab təqdimatlarına dəvətə görə sizə çox təşəkkür edirəm, hörmətli İlqar müəllim. Mənim üçün çox xoş oldu auditoriyla fikirləri bölüşmək üçün və mən sizə də uğurlar arzulayacağım bu giriş üçün. İndi bizim digər həmkarlarımızla kitab barədə, digər məsələlər barədə fikirləri bölüşəcək. Bir daha dəvət üçün təşəkkür edirəm. Sağ olun. Təşəkkür edirəm. Siz də fakültədə görmək xoş idi. Mənə yaşlı tələbələrimiz də xeyli bilgi əldə etdilər. İndi isə istəyərdim sözü verək kitabın dəstəyə gəlməsində pay sahibi olan və onun ön sözünün müəllifi bizim dəyərli professorumuz Süleyman. Hamınızı salamlayıram. Belə kitablara giriş yazmaq əslində
çox çətindir. Niyə? Çünki istər-istəməz kitabın qəhrəmanının onun uşaqlığını unutmuş, gəncliyini unutmuş, iş fəaliyyətinə qədər hər şeyi bilməlisən. Və bilməlisən ki, ünlü yarada sadəcə tələbələrdə təsəvvür var ki, yəni bu necə? Düzü mənə təklif olunanda xeyli götür qoy elədim. İş belə gətirib ki, axır illərdə bu müharibə ilə bağlı bir neçə şəhidin kitabına mən giriş sözü yazmışam. Və sizə deyim ki, o kitabın özünü yazmaq qədər çətindir. Çünki elə yazmalısan ki, biri digərini oxşamasın. Amma motiv birdir də, insanlar vətən əhlakı olur. İndi burada bizim hörmətli millət vəkili Rizvan müəllim çox belə geniş miqyasda mənzərəni yaratdı. Yəni, söhbət nədən gedir? Bir millətin, bir dövlətin təkcə ərazi bütövlüyü yoxdur. Təkcə, deyək ki, ordusu və s. silahlanmasından söhbət getmir. Əgər onun torpağı işğal altındadırsa, onun heysiyyəti tapdalanmış olur. Onun qüruru, yuqarı. İndi bu danışıqları bir çoxunda bizim yaşımız elədir ki, ATƏT Minsk qrupu ilə bağlı danışıqların bir çoxlarında, yəni mən jurnalist olaraq iştirak eləmişəm. Rusiya tərəfində o Minsk qrupundan bir Kazimirov var idi. Yəni, o qədər ona sual verəndə, o qədər uzun danışırdı. Mən o biləyəm. Və mənasız danışırdı, söz oynadırdı. Yəni, belə üstündən keçirdi, dəxli olmayan şeylərdən danışırdı ki, yəni, nə isə deyim. Və eləcə də digər məsələlər. Məsəl üçün, bu Qarabağ məsələsi ilə bağlı prezidentlərdən müsahibə olsun Boris Yeltsin falan. Tez-tez Boris Yeltsinin deməli bir sualı cavab verir ki, biz Çernoşnu variantdan istifadə edirik. O sualı mən vermişdim Yeltsinə Moskvada və ona cavab verirdi. Yəni, bu deməyim odur ki, indi biz danışırıq, məsələn, bir jurnalistin bioqrafiyasında, yəni faktik olaraq yarıda qalmış ömürdür o. Amma o yarıda qalmış ömür birbaşa peşə ilə bağlıdır. Yəni, biz deyəndə ki, jurnalist çox təhlükəli peşədir. O təkcə o deyil ki, mən getdim tədbirə, oradan bir yazı yazdım, gətirdim, bunu verdim. Bu da var. Amma ümumiyyətlə indi sizə xüsusi dərs keçilir və münaqişəli zonalarda jurnalistin davranışı heç olmalıdır, nətər olmalıdır. Və jurnalistin təhlükəli peşə olmağını statistikada göstərir. Sən hələ 2025-ci ilin 6 ayının statistikası var ki, qətlən 50-yə yaxın jurnalist qətli götürülüb. Amma 2023-24-cü illərdə ölən jurnalistlərin sayı 244 nəfərdir. Bunlar əsasən yaxın şərqdədir, Afrikadadır və Latin Amerikasındadır. Yəni, hansı ölkələrdəki müharibə var, münaqişə var, ziddiyyət var, toqquşma var, mina var, bax, orada jurnalistlər üçün ciddi təhlükələr var. Və o həyatını da bu təhlükəyə atanlardan biri də bizim bu kitabın qəhrəmanıdır. Jurnalistlər müxtəlif səbəblərdən, yəni araşdırma aparır, hakimiyyətin xoşuna gəlmir, müəyyən vasitələrlə onu qətlə yetirirlər. Müharibə zonasına gedir, bu və ya başqa səbəbdən ya miniyə düşür, ya külliyə tuş gəlir. Bilirsiniz, yəni xüsusi olaraq Cenevra konvensiyasına görə jurnalistləri vurma olmaz. Jurnalistləri və həkimləri döyüş zonasında öldürmək olmaz. Yəni, onlar xüsusi geyimdə olur və düşmən tərəfdə bilir ki, bunları vurmaq olmaz. Amma kimdir müharibədə o qaydalara əməl edir? Həkimlər də öldürülür, jurnalistlər də öldürülür. Amma jurnalistlər o meydanda nə işi var? Xəbər toplayır. Hadisənin dramatizmini çatdırmağa çalışır. Bax, ona görə də bugün biz haqqında danışdığımız, yəni bizim kitabın qəhrəmanı da onun üçün Kəlbəcərdə. Özdə orada elə bir situasiyadır ki, həmin gün yenə maşının heysiyyəti haqqında çox danışıram. Yəqin ki, Ukrayna hadisələrini izləyirsiniz, Rusiya müharibəsində. Yəni, Zelenskinin xalqa müraciətində əsas vurğulanan nə idi? Biz Ukrayna xalqının və Ukrayna dövlətinin ləyaqətini qorumalıyıq. Çünki əskər vuruşur, müqavimət göstərir, ərazi alır, irəliləyir və yaxud geri çəkilir, yeni hücuma gedir. Bütün bunların hamısı bir millətin və bir xalqın, bir dövlətin ləyaqətini qoruyur. Hesab edirəm ki, bizim də deməli,
kitabın qəhrəmanı bəli. Çox maraqlı kitab alınır. Mən bunun ki, Mətbuat Şurasında təqdimatla çıxış edə bilmədim, gəlib çatıra bilməmişdim. Amma indi nə yaxşı ki, bizim fakültənin rəhbərliyi bu kitabın təqdimatını burada keçirir. Çox nəfis və belə çox layiqli formada olan bir kitabdır və mənə elə gəlir ki, bunu daha geniş miqyasda çatdırmaq olar. Yəni, hər halda adamı burada gördüm, çox sevindim ki, yəni, doğrudan belə adam ilk baxışda yəni, düşünür ki, nə yazacaqsan, amma mən bunun həyatı ilə tanış olandan sonra gördüm yazmağa o qədər əsaslar var, o qədər faktlar var. Və siz insanın nə qədər yaşaması şərt deyil, insanın necə yaşaması şərtdir. Mən hesab edirəm ki, sizin hər biriniz bu kitab vərəqlərindən sonra güman edirəm ki, jurnalist peşəsinə bağlılığınız, vurğunluğunuz, məhəbbətiniz biraz da artacaq. Çünki fərqli ölümlər var da. Peyğəmbər əleyhissalamdan soruşurlar ki, ya Peyğəmbər, ölümdən də dəhşətli nə var bu dünyada? Deyir, ölümdən dəhşətli olan şərəfsiz ölümdür, ləyaqətsiz ölümdür. Yəni, bu jurnalist ləyaqətli ölümü seçib, yəni bu bunun taleyidir və ondan qaçmaq olmaz. Mən əlbəttə ki, belə çox məyus olmağınızı istəmirəm, amma bir şey duyuram və onu çox gözəl qəbul edirəm ki, bizim şəhidlərimizdə bu dərəcədə dövlətin, hökumətin qayğısı var. Bunların adları məncə əbədiləşdirilir və Üçüncü dərəcəli vətənə xidmətə görə. Ona görə də yəni, jurnalist peşəsini bizə sevdirən məhz bu cür insanlardır. 92-ci ildə Çingiz rəhmətə gedəndə mən xəbərlər proqramında növbətçi idim. Yəni, onun efirə, ölüm xəbərini canlı efir. İyun ayı. İyunun 15-i. Onu efirə mən verdim. Və o mətni oxuyan baş redaktor biraz qısqancıdan yanır ki, çox tərif yazmışsan. Deyirəm ki, işte bu ölüb, bundan sonra da bunun haqqında nə yazılacaq? Yəni, bunun bütün reportyordur, bunun sənətidir və peşəsinin icrası zamanı öldürülür. Bilirsiniz, məlumatı olanlar bilir, New York'da deməli, Yeniliklər muzeyi var. O muzeydə, lap girişdə vəzifəsini icra edən zaman həlak olan jurnalistlərin siyasi var. Mən birinci dəfə Amerikada olanda, 98-ci ildə, orada gördüm ki, bizim bu Qarakənd səmasında deməli, həlak olan, vertolyotda həlak olan jurnalistlərin adları yoxdur. Alı Mustafayev, Alı Mustafayev, Şahbaz, Fəxrəddin Şahbazov, bir də Arif Hüseyin. Bunların adları yoxdur. Və mən soruşdum orada, ki, bunların adı niyə yoxdur falan. Dedilər ki, o məlumat verilərkən bunu bir adi qəza kimi verirlər ki, vertolyot qəzaya uğruyub. Ona görə ora vurulur, amma peşəsinin icrası zamanı həlak olanlar. Məsələn, Çeçenistan müharibəsi satılanında Fərhad Gelin adı orada var idi, amma bu adamların adı yox. Ona görə bu şərəfli ömür yaşayan bir jurnalistin həyatı, taleyi bizim üçün, gənclərimiz üçün nümunədir və biz öz işimizdə, əməlimizdə, peşə fəaliyyətimizdə də bu cür insanların, qürurlu həyat yaşamış insanların nümunəsini təkrar eləməliyik. Təkrar eləməliyik, amma ölməməliyik. Sağ olun, təşəkkür ederim. Geniş məzmunlu əhatəniz üçün təşəkkür ederim. Bir informasiyanı da mən verim. Əziz tələbələrimiz, sizin məlumatınız olsun ki, bizim fakültənin 2 məzunu Azərbaycanın milli qəhrəmanıdır. Bu, Alı Mustafayev və Kazım Ağa Kərimov. Yəni, bizim fakültə jurnalist yetişdirən əsas bazardır, amma bizim jurnalistlərimiz, məzunlarımız ehtiyac yarananda o qələmi silaha da çevirməyə bacarırlar. Birinci, Qarabağ müharibəsinin də veteranları var və ikinci və əsas da ikinci Qarabağ müharibəsində və digər adı ilə Vətən müharibəsində bizim 16 məzunumuz qazi səviyyəsinə yüksəlib. Yəni, iştirak edir və o müharibədən qazi kimi müharibəni yekunlaşdırıblar. Yəni, bir fakültə üçün, kiçik bir fakültə üçün bu rəqəmin özü də böyük bir nəticədir.
bir tələbəmiz də hazırda bizim sıralarımızdadır. O həm Vətən Müharibəsi, həm antiterror əməliyyatının iştirakçısıdır. Yəni fakültəmizin belə tələbələri var. İndi isə məqam yetişdi kitabın özü haqqında danışmaq, sözü vermək istəyərdik müəllifə, Əsgər bəyə. Buyurun, nə qədər ağır da olsa, ağır fikirlər. Çox sağ olun, minnətdaram. Əziz tələbələr, əziz dostlar. Əlbəttə, belə auditoriya qarşısında çıxış eləmək həm şərəflidir, həm də bəzən adama qismət olmur. İnsanları yetişdirən ailədir, valideyndir və ən əsas da müəllimlərdir. Mən bütün yenə qədər sizə, bizə, hamımıza, şəhidlərimizə, kim olur olsun, onlara dərs deyən müəllimlərin hamısına, ölənlərə rəhmət diləyirəm, qalanlara da can sağlığı diləyirəm. Bilirsiniz, mən Məhərrəm haqqında qardaş kimi yox, həmişə həmşər kimi danışmışam. Çünki mən də 20 ilə yaxın Azərbaycanda işlədim, prezident müxbiri idim, baş redaktor idim. Məhərrəm də Azərbayca gəlişi 2003-cü ildən başladı, 2004-cü il rəsmi işə başladı və ilk gündən seçimini özü seçdi. Yəni, həyat elə bir yoldur ki, hər kəs seçimini özü etməlidir. Mən ona dəfələrlə dedim, bəlkə bu istiqamət yox, bu hərbi jurnalistikanı seçdi. O vaxt hərbi jurnalistika biraz o qədər adı çəkilmirdi, bulunmadım, amma kriminalistika, kriminal sahədən yazan müxbir kimi gedirdi. Hüquq mühafizə orqanlarına işlə bağlı işləyirdi. Bu yolu seçdi və gecəsinin gündüzünü qatdı və nəticədə bəlli. Əlbəttə, bu kitab niyə yazıldı? Bu kitabı ona görə yazıldı ki, Məhərrəm mənim qardaşımdır, deyə yox. Məhərrəmin, Ulu müəllim dedi, yarımçıq qalan ömrü geniş ictimaiyyətə, insanlara çatdırılmalıydı. Həm də Məhərrəm dilin şəhidliyi jurnalistika peşəsinə bir şərəf ləyaqət gətirməklə yanaşı, Azərbaycan mətbuatının həqiqətən də necə qorxmaz, cəsur, heç nədən çəkinmədən öndə olduğunu göstərən bir göstəricidir. Bilirsiniz ki, Azərbaycan mətbuat 150-lik tarixi var, ömrü var. Bu yol heç də asan olmuyor, çox keşməkeşlidir, əzablıdır. Həm də xüsusi bir paragrafda ləyaqətlidir, şərəflidir. Və bizim şəhid dostlarımız, şəhidlərimiz də, şəhid jurnalistlərimiz də məhz o şərəfli paragrafa, o lövhəyə düşüblər. Məhərrəmin şəhid olmağı, yəni jurnalistlərimizin şəhid olmağı, Rizvan müəllim qeyd elədi, bəli, təkcə bir peşə fəaliyyətinlə əlaqədar yox, çox böyük siyasi məsələdir, siyasi tərəfi var. Çünki, bilirsinizmi, məhz ona görə də bu kitabı ona görə qeydə yazmağa qərar verdim ki, 4 il üstündə işlədim. Ona görə ki, bu kitabda Məhərrəmin sıfırdan, yəni doğulduğu gündən, dünyaya gəldiyi gündən, ilk nəfəs aldığı gündən ta 39 yaşına qədər olan dövrün bütün nöqtə və nöqtə əhatə olunur və oxucular, o kitabı oxuyanlar onu inşallah sizə də təqdim edəcək, oxuyarsınız, orada hiss edəcəksiniz. Əlbəttə, hər kəsin bir ömrü var, bir taleyi var, insan onu yaşamalıdır, amma necə yaşamalıdır sualı hər zaman bizi düşündürməlidir. Biz orada doğulduğu, boya başa çatdığı bu peşəyə əmisinin hərbiçi olmağı, atamızın xarlaşılan hərbiçi olmağı və onun hər dəfə zeytun rəngli geyimlərə üstünlük verməsi onun bəzi ilə peşəsində də gəldi, hərbi jurnalistikaya, yəni o hərb sənətinə onun xüsusi bir simpatiyasından gəldi və o yolda da, o geyimdə də elə dünyasını dəyişdi. O şəhidlik məsələsində bütün ən çətin məqamlarda. Ona görə hərdən kövrəlirəm ki, Məhərrəm heç vaxt bunu şey mənasında demirəm, yəni bu bir şücaətli bir şeydir, amma mən o hepsini kövrəlirəm, üzülürsən, rahat yatmadı. Yəni, bu peşədə Məhərrəm rahat yatmadı. Gecə bir hadisə olurdu, yəni bir partlayış, bir hadisə Məhərrəm getməlidir, gecə durmalıdır. Yəni, bunu sizə ona görə deyirəm ki, bu peşəni seçəndə bütün bunları göz altına almalısınız. Amma o demək deyir ki, bunu göz altına alanda bir ağ olsun, məsəl üçün, əlbəttə şəhidlik bir zirvədir, hər kəs ona görə bilmir, amma ölüm hamımızın başında var, amma
peşə yolunda şərəflə ölmək tamamilə başqadır. Ona görə həm də evimizin son beşiği olduğu üçün, gözümüzün qabağında böyüdüyü üçün və heç birimizə bir kəlmə cavab qaytarmamış, mədəni, həqiqətən çox belə ünsiyyətçi, insanlara qayğıkeş, dava edən insanları barışdıran, çox xüsusi ayrıca bir peşəsindən əlavə də bir xüsusi statuslar var idi, müəyyən qədər kitabda da var. Hərbi jurnalist necə olmalıdır? Bu kitabda orada qeyd eləmişik, bu jurnalistika peşəsinə sahib olanlar üçün də müəyyən mənada bir istiqamət verir. Bu dərs vəsaiti kimi də istifadə edə bilərsiniz. Gələcək yazılarınızda, pozularınızda mütləq bu kitabı oxuyun. Burada dəyərli fikirlər var. O sizə müəyyən peşə fəaliyyətinizdə istiqamət verəcək. Hər kəs hərbi jurnalist ola bilməz. Jurnalist olmaq bəlkə də asandır. İndiki dövrdə kimsə nəsə yaza bilirsə, özünü jurnalist peşəsi tamamilə fərqlidir. Bunu siz keçirsiniz, bilirlər. Bu mövzuda gələcək illərdə inşallah bəlkə də daha geniş danışmaq olar. Amma hərbi jurnalist xüsusi bir statusu var. Hərbi jurnalist birinci növbədə sir saxlamağı bacarmalıdır. Hərbi jurnalist mədəni olmalıdır. Hərbi jurnalist hər yerə gedib, üzr istəyirəm, yəni bizdə bir söz var da mətbuatda, hər yerə o vaxtı Allah rəhmət eləsin, Şamil Şahməmmədov bununla danışdınız. Bir məsələ olanda gəlir bir sual soruşurdu, deyirdin ki, bilmirəm. Şu an mən bilmirəm də, yəni deyirdi, bala, bura bilməyənlər yox, bilənlər idarəsi. Yəni, hərbi peşəni də bilmək lazım. Birinci, hərbi peşəni bilməlisən, hərbi jurnalist olmaq üçün. Bilirsiniz, mədəni davranış xüsusi önəm daşıyır. Ən əsas məsələlərdən biri ünsiyyət. Ordu quruculuğunun istiqamətində çalışan hərbiçilərlə ünsiyyət, rəhbər şəxslər heyətlə ünsiyyət, təlimlər hadisə ilə bağlı siz durub getməlisiniz. Yoxsa canınızın qədrini bilirsə, yox, getməyə bilərsiniz, hesab edirsə, o peşədə uğur qazana bilməyəcəksiniz. O kitabda bütün çox dəyərlər var, onlara və dostluq, hərbi jurnalistikada dostluq çox xüsusi önəm daşıyır. Birisi nətərdir? Dostluğun da müxtəlif növləri var, nə bilim, 50 cür yozmaq olacaq, amma dostluğun içində bir sədaqət amili var. Sədaqət təbii ki, hər bir insana lazımdır, amma jurnalist üçün də xüsusi lazımdır. Və dövlətçilik prinsiplərini qorumaq, hərbi jurnalistin əsas var, dövlətçilik prinsipləri. Sən orada hərbi sidəri yaymamalısan. Sənin məsəl üçün çaşdırıcı məlumatlar verilə bilər, sən o qədər informasiyalı olmalısan ki, o məlumatlar səni çaşdırmasın. Çünki bir dənə səhv məlumatın düşmənin əlinə düşə bilər və düşmən o fürsətdən istifadə edib, əks bir həmlə edir. Əziz dostlar, onu demək istəyirəm ki, sizin hər biriniz gələcəkdə təbii ki, öz yolunuzu tutacaqsınız. Çox dəyərli müəllimlərimiz var, onlardan yaxşı təhsil alın. Yaxşı təhsilli olmaq, inansız, həm vətəni xilas edir, həm insanın özünü, həm də cəmiyyəti və bəşəriyyəti xilas edir. Dünya tamam başqa istiqamətə gedir, dünya dəyişən dünyadır, hər an gündəm dəyişir, hadisələr dəyişir. Amma bunun içində formalaşmaq, kütələşmək, əmələ gəlmək, yəni bir varlıq olaraq, bir şəxsiyyət kimi formalaşmaq təbii ki, insanın özündən asılıdır. Mən sizin başınızı çox ağrıtmaq istəmirəm. Hər biriniz üçün həmişə gözəl günlər arzulamaq istəyirəm, amma gözəl günlərə çatmaq üçün müəyyən əzablara, çətinliklərə dözmək lazımdır. Əlbəttə, şəhidlərimizin adının əvəzləşdirilməsi ilə bağlı bu müəllim toxundu. Cənab Prezident bilirsiniz ki, həmin hadisə baş verən kimi bizim birinci xanım Mehriban Əli həmən başsağlığı və dünya ictimaiyyətinə bəyanat formatında bildirdi. Sonra Cənab Prezident özü çıxışlarını dedi və bizim şəhidlərimizi 3-cü dərəcəli vətənə xidmətə görə ordenində təltif etdi. Bu kitabda xüsusi bölmələrdən biri də dünya mətbuatının həmin hadisəyə verdiyi qiymətdir. Eyni zamanda həm daxili rəsmi təşkilatların, qeyri-hökumət təşkilatlarının, jurnalist təşkilatlarının, eləcə də beynəlxalq təşkilatların, beynəlxalq deməli, ATƏT-dir, Avropa İttifaqıdır, BMT-dir, dünya səviyyəli nə qədər təşkilat varsa, hamısının bəyanatları bir fakt olaraq əksini tapıb ki, hamısı erməni terrorunun, erməni deməli bu təxribatını, ermənilərin bu bizə qarşı olan o pis niyyətlərini açıq şəkildə faktlarla bu kitab təsdiqləyir. Bu kitabın əhəmiyyətindən biri də ondan ibarət ki, burada bütün səfirliklərin, xarici ölkə səfirliklərin bəyanatları var. Fakt hər birisi sözündən qaça bilməz.
ermənilərin törətdiyi bu terror hadisəsini qınayırlar və rəsmi şəkildə mövqelərini ortaya qoyurlar. Burada Məhərrəmgilin bilirsiniz, biri var müharibə dövrü, bir də var müharibədən sonraki dövrü. Həqiqətən də müharibə dövrü bəlkə də çətin görsənir. Amma müharibədən sonraki dövr də asan dövr deyil. Nədən? Çünki minalar məsələsi, insanları görmədən, bilmədən insanları alıb o dünyaya aparan bir dəmir hissədən ibarət bir qurğu insanların talihini bax belə yönləndirir. Mən sizə təşəkkür edirəm. Sonunda nə yazılamaq istəyirəm? Heç vaxt həyatda bir qardaşınız olaraq, bir böyünüz olaraq, həyatda heç vaxt heç nəyə kiçik görmür. Hətta bir Çingiz xanın sözü mənə elə gəlir, çoxdan oxumuşdum. Hətta bir mismarı belə kiçik görmür. Çünki bir mismar bir nalı, bir nal, bir axı, bir at, bir sərkərdəni, bir sərkərdə bir ordunu, bir ordu da böyük bir milləti xilas edir. Ona görə həyatda heç nəyi kiçik görmür. Jurnalistika söz, sözdən başlayır jurnalistika, söz. Seçdiyiniz söz cümlə əmələ gətirir, fikir əmələ gətirir və cəmiyyətə təqdim olunur, cəmiyyətdə sizə hörmət qazandırır. Ona görə də sizə bu söz seçimində, sizə bu peşə fəaliyyətində uğurlar arzulayıram. Heç vaxt hərbi jurnalistikadan da qaçmayın, birdən qorxarsınız, burada nə bilmə nəticələr var, yox. Çox böyük şərəflidir, şərəfli peşədir, nümunəvi peşədir. Hər birinizə can sağlığı arzulayıram. Əminəm ki, siz daha gözəl günlər görəcəksiniz və bu daha gözəl günləri, daha yaxşı gələcəyi ötürmək üçün sizlərdən çox şey asıldı. Hamınıza təşəkkür edirəm, Qıbramla çox sağ olun, Samiməm, əziyyətinizi qalır edeyim. Bir də çalışdıq. Çox sağ olun, bayağı bir fikir verdiniz, mən də sizin o fikrini qüvvət qatdım. Biliklə bağlı, yəni siz çalışırkən həmişə bilikli olasınız, öyrənəsiniz, öyrənməyə həmişə meyil göstərin, maral göstərin. Bizim mərhum professorumuz Şir Məmməd müəllim həmişə qeyd edirdi ki, əgər bir şəxsin biliyi zəifdirsə, o vətənpərvərlikdən danışa bilməz. Çünki o vətənpərvərlik yalancı vətənpərvərlik olur. Sən bir rəqibinlə, bir düşmənlə danışanda, əgər sənin biliyin azdırsa, sən boğazdan yuxarı danışırsan, sənin o vətənpərvərliyin boğazdan yuxarı olur. Amma onu əsaslanmaq üçün sənin güclü bazan olmalıdır. Ona görə də siz burada öyrənin, mütləq öyrənin bu yaradılan şəraitdən. Bax, bunun özü də bir dərsdir. Bu kitabdan siz oxuyanda, bəlkə də hansısa dərsdə bu kitabdan yararlana bilərsiniz. Hansısa bir bizim dərslərimizdə, jurnalistika ilə bağlı dərslərdə mütləq ki, buradan bir istat verə bilərsiniz, bir misal çəkə bilərsiniz. Həm sizin biliyinizin göstəricisidir. Yəni, belə şeylərdə həmişə aktiv olun, fəal olun. Sizə də çox sağ olun deyirik. Kitab ərsəyə gətirmişsiniz. Yəni, 4 ilin ərzində bu kitabın mən əminəm ki, sizin də dediyiniz kimi orada bütün bizim şəhidimizin həyatının bütün nöqtələri orada öz əksini yayın ki, tapıbdır. Nagil müəllim. Sağ olun, tələbələrdən. Tələbələrimizin sualları var. Kitabla bağlı. Burada bax, qonaqlarımız var. Rizvan müəllimi bəlkə başqa bir yerdə görməyəcəksiniz. Danışdıq dərsə dəvət edəyəm. Yəni, Qulu müəllim hələ ki sizə dərs demir. Fürsətdir, bax, görürsünüz. Adam danışanda bütün bizim spikerlərimiz görürsünüz, müəyyənli bir yerlərdə məsələlər danışdır. Yaxşı, onda sözü dekanımıza belə Vüqar müəllimə verəcək. Siz suallarınızı bir də fikirləşin, təkmirləşin. Rizvan müəllim gedir, o gedir. O sualını versin, Samir. O sualı versin. O sualını versin. 5 dəqiqə nə iş var? İlk olaraq onu demək istəyirəm ki, yəni niyə məhz 4 il bu kitabı redaktə elədiniz? Yəni nə dəyişikliklər fikirləşdiniz 4 il ərzində Bilirsiniz, kitab yazmaq asan məsələ deyil. Kitab ərsəyə gələndən sonra bunu asan görsənir. İnanırsınız, bax, orada yazılan şeydən çox heç açıq hərdən oxuyuram, deyirəm, bunu mən mi yazmışam? Görəm bunu. Bilirsiniz, bu kitabda niyə 4 il əmrə gəldi? Çünki faktlar bol olar. Bu faktların hər biri dəqiq olmalıdır və hər bir söz, çünki rəsmi
xarakter daşıyır. Kitabda yalan məlumat olmamalıdır. Kitabda hər şey dəqiq olmalıdır. Adicə minaların statistikasından bağlı bir məlumat əldə eləməkdən ötürü bir neçə ay gözləməli olursunuz. Çünki nədən? Hadisələr dəyişir. Biri var 2022-ci ildəki statistika var. Bir də var kitab əlçə gələndə 2025-ci ildə əlçə gəlir. Bizim 4 illik fəaliyyəti statistika dəyişir. Bir rəsmi sənədlər, o sənədləri yığmaq mənbəsindən. Elə sənədlər var ki, bəyanat verilir. Azərbaycan mətbuatında dərc olur. Amma həmin ölkənin, həmin o icra məmunu daha yaxşı bilir, o ölkənin mətbuatında və yaxud rəsmi saytlarında yoxdur. Onu da geri əldə edirsən və bütün bu dəqiqləşdirmə işləri və kitaba birisi nətərdir, rəsmiyyətlə yanaşanda kitabın ömrü, yazılma ömrü qısa olur. Bu şeir deyil. Bir məsəl üçün oturursan, bir gecədə beynimə gəlir bir şeir yazdım. Mən şeir yazmağı da belə asan sayıram. Amma bu şeir kitabı deyil. Bu ciddi, rezonans doğura bilən, tənqid olunur, bilə bilən, yəni ola bilər tənqid olunsun. Və elə yazmalısan ki, o kitab tənqid olunmasın. O baxımdan bu zamanın dördlüyü uzun görsənir. Amma inanın ki, birisi nətərdir. Bəlkə indi mən hərdən deyirəm, elə faktlar var, mən onu axtarıb tapıb oraya salamamışam. Amma birinizə də vermirəm. O baxımdan kitabın belə 4 ilə yazılmağı açığı deyim, bax, Qulu müəllimə mən sağ olsun, çox gözəl ön söz yazdı və o ön söz o kitabın bu səviyyədə əlçə gəlməsinin böyük bir təşən olur. Çox adamlar var, ön söz yaza bilər. Gecikdirdim, amma samballı oldu. Bax, bugün o kitab əgər bəyənirsə, bayaq nə dedim? Sözdən çox ilk söz, ön söz deyil. Ön sözün müəllifi bu kişidir, ona görə də o kitab gözəl alındı və hər bir gələcəkdə kitab yazsanız tələsin. Tələsiyən kitab yaza bilməz. O özünün şöhrətpərəstliyi üçündür, nə üçündür. Amma operativliyi də itirməyin. İtirməyin, ciddi şəkildə düşünün, hər tərəfli tənqidi baxın. Tənqidi baxın hər zaman ki, sizin bir zəif nöqtənizi çıxmasınlar. Ona görə əminəm ki, siz elə fəaliyyətlər göstərəcəksiniz ki, 4 il yox, 10 illiklərlə yazıla biləcək kitablar göstərəcəksiniz. Teşekkür ederim. Yəni şeir elədi ki, bədahətən gəldi, qələmi aldı. Sonra onu dəyişdirəndə biraz effektin itir. Amma kitab belədir ki, məsələn, mən hazırlaşmışdım ki, çıxışında bunları deyəcəm. Yol olur ki, yaddan çıxır. Amma sonra yada düşdükdən hansısa bir məqamı onu sığışdırırsan. Kitab belədir, ona görə birinci dəfə hazırlayır, amma vaxt keçdikdən təzə məlumatlar gəlir. Hər dəfə o təzə məlumat üçün kitab yazmaq olmur. İngilis dilində bəyanatı verir. Onlar üçün mətbuat Azərbaycan dilində verir. O mənbəyi tapırsan ki, İngilis dilində mənalar uyğun gəlirmi? O sonra bir söz dəqiqləşdirmə aparmaq asan məsələ deyil. Biraz rəsmi ciddi məsələdir, ona görə də başqa sual ciddi var. yanaşmaq lazım. Buyur. Bu suallar mənimlədir. Siz də dedik, biz professorumuzda dedik ki, Şəms qardaşımızın ömrünü uşaqlıqdan bu yana yazmışsınız. Sizin fikrinizcə bu ömürdən hansı dərslər, nəticələrə çıxarmaq? Çünki o bir tərəfdə gözləyir, üzüşləyir, bu tədbir pozulmazsa, çox uzun onun da başqa bir tədbirlər ortada gözləyir, tədbir pozulmaz. Bir dəfə mühazirə mən söz vermişəm də. Sizin fikrinizcə bu ömürdən hansı nəticələri, dərsləri çıxarmaq? Çox gözəl sualdır. Bu ömürdən bu ömürdən insanlıq, mədəniyyət, ünsiyyət, sədaqət, hörmət, Allah rəhmət eləsin, Zərifan bəlim kimi dedim, izzət, dostluq, peşiyə münasibət, sonra informasiyaların, faktların gizliliyinin saxlanılması, sizə verilən məlumatların dəqiqləşdirilməsi, dürüstlük, ən birinci növbədə əsaslarından biri dürüstlük. Cəhbə elə bir yerdir ki, orada insan hər şey istəyir ki, elə necə doğulub sel eləsin. Orada bir kin olmur, orada bir külürət olmur, orada bir kimlənsə gəncliyində dalaşdığı bir insanın taliyə heç onun maraqlanır. Sırf cəhbədə ümumi qələbə anlar. Ona görə ən sevdiyim söz və o kitabın içində də ən gözəl etiraf sözüdür. Hər bir şəxs etiraf etməyə bacarmalıdır həyatda.
etiraf nəyi görür? Etiraf insanlığın içidini, vicdanını ortaya qoyan bir məsələdir. Ona görə qızım, ən yaxşı dürüstlük o kitabda, vətənpərvərlik, sədaqət. O kitabda ən önəmli insanlar üçün tövsiyə edəcəyimiz ən gözəl məqamlardan ən əsaslardır. Başqa? Buyurun, mən gəlsin, yekunlaşdırsın. Bu kitabları bəlli. Kitabları da faydalı. Ama sual verin, boşluk yaranmasın. Bunu mənimə də sual verin, maraqlı sual. Sualınız varsa verin, çəkinməyin. Ona yaxınlaşmaq üzrədir. İstərdik ki, fakültemizin dekanı Vüqar müəllim də sözlərini bildirsin, fikrini bildirsin. Ondan sonra yekunlaşdırın. Mən Rıdvan müəllimə təşəkkürümü bildirirəm. Əsgər müəllimə təşəkkürümü bildirirəm. Uşaqlar, sakin. Deməli, bizim mənəvi borcumuz var ki, tədbiri keçirdək. Xatırlayırsınızsa, 2021-ci ilin dekabrında da bizim tələbələrimizin hər iki şəhid jurnalistimizlə bağlı ərsəyə gətirdiyi, yəni onu uşaqlar sizə deyim, ssenari müəlliflərimizin tələbələrimiz idi. Çəkilişdə bizim Jurnalist Fakültəsinin tədris tədqiqat studiyasında əməkdaşlar kömək eləmişdi, aparılmışdı. 17 dəqiqəlik çəkilmiş, 18 dəqiqəlik desənli film uşaqlarına çəkilmişdi onlar haqqında bir xatirə filmi. Yəni onun təqdimatını kesilmişdi və orada da qeyd edirdim ki, həm Məhərrəmlə, həm Siraj, həm münasibətlərim olub, Astaraydan və Azərbaycan. Hər ikisi ilə birbaşa müsiyətli olmuşam. Hər ikisi barədə çox güzel xatirələrim var. Əslində, çıxışçılar hər biri, yəni mina problemi və jurnalistlərimizin peş fəaliyyəti zamanı üzləşdiyi çətinliklərlə bağlı fikirlərini bildirirlər. Mən təkrar etməyəcəm, o fikirlərin üzərinə ifadə etmək istəmirəm. Amma bəlkə sizə maraqlı olar, mən bir məqamı vurgulamaq istəyirəm. Məhərrəm və Siraj Kəlbəcərdə nə edirdilər? Əslində bu çox vacib bir məqamdır. Məhərrəm və Siraj işğaldan azad olmuş kəndlərimizi bir-bir gəzib sənədləşdirirlər, çəkiliş aparırlar. Bu, deməli, ona görə lazım idi ki, 30 ildə işğal altında olan torpaqlarımız hansı dərəcədə vandalizmə, dağıntıya, hətta mən belə deyərdim ki, buna şəhər terroru deyərlər. Yox, ekoloji terrordur. Deməli, şəhər terroruna şəhər terroruna məruz qalırlar. Bir-bir həyatlarını riskə ataraq onlar belə deyək, bu çəkilişləri həyata keçirdilər və Məhərrəm və Sirajın sayəsində bugün bizim əlimizdə çox böyük bir arxiv var, bir data var. Həmin o işğaldan azad olmuş kəndlərimizin vəziyyəti ilə bağlı. Bu niyə vacib idi, bu niyə əhəmiyyətli idi, onu da sizə deyim. Bax, bugün görürsünüz ki, Qarabağda, bilməm, Qarabağda olanlarımız olur heç, kim olur, əllərini qaldırsınlar, harisi olur. Görürsünüz də gəncə, necə quruculuq işləri aparırlar. Düzdür, sürətlə dəyişir də Qarabağımız. Kəndlərimiz bərpa olunur, Ağdam yox idi, Ağdam deyilən bir şey yox idi. Mən 2021-ci ildə Ağdamda özüm çəkilişli olmuşam. Deməli, Şahbulaq qalasında oldu, sonra İmarət qəbristanlığında çəkilişlər aparmışdım. Təsəvvürünüzə gətirin ki, deməli, qəbristanlığın içinə girmək istədi, məni saxladılar orada hərbiçilər ki, bəs, yəni, sözlə ifadə eləmək olduğum çətindir, alçaqlığın ən, nə bilmək, buna heç alçaqlıq da vermək olmaz, o yumuşaq səslənir. Təsəvvürünüzə gətirin ki, bizim xanlarımızın qəbrinin içinə mina bastırmışdır. Ki, yəni kimsə girsə ora patlasın. Qırmızı lentə aldılar, heç girə bilmədik ora içəri. Amma indi olmuşsunuz yaxın ki, İmarət qəbristanlığında görürsünüz, necə muzey kimi düzəldilər. Mən ilk, yəni danışıram 2021-ci ildə. Bax, həm Məhərrəm, həm də Siraj təsəvvürünüzü gətirin ki, həyatlarını riskə ataraq hər yerdən mina bastırıla biləcək məkanlarda, dağıntılı yerlərdə çəkilişlər aparırdılar və bunu sənədləşdirirdilər, xronikləşdirirdilər. Ki, sabah
bu bərpa prosesindən sonra yenə də bizim əlimizdə əsas olur ki, yəni əslində bu kəndlər birdən-birə belə olunur. Yəni şəhər Ağdam nə vəziyyətdə olur, digər bizim işğaldan azad olmuş şəhərlərimiz nə vəziyyətdə olur. Ona görə də həm Məhərrəmin, həm də Siracın əslində qiyməti tək bizim həmkarımız olmaqla bitmir. Şəhidlik ən böyük zirvədir, amma onunla da bitmir. Onların xidməti böyükdür. Bax, bu məqam xüsusi vurgulanmalıdır. Onların dövlətimiz və millətimiz qarşısında böyük xidməti var. Və bu xidmət, bir daha təkrar edirəm ki, o torpaqlarımızın, işğaldan azad olunmuş o torpaqlarımızın hansı vəziyyətdə olduğunu saxlamaq, arxivləşdirmək, lazım olsa da gələcək nəsillərə bir daha göstərmək və əsla və əsla unutmağa qoymamaq. Çünki unutqanlıqdan böyük bəla yoxdur. Bayaq kimsə dedi onun çıxışçılardan ki, yəni dəfələrlə biz bu mövzulara ona görə gəlirik ki, qazilərimizdən xatırlayırsınız, 40 gün o müddət, həmin dövrdə bir çox qazilərimizlə görüşümüz oldu, bizim fakültənin məzunları olan, onlar öz xatirələrini danışdılar. Hər ildə biz bunu edirik, borc bilirik. Niyə? Ona görə ki, unutmaq olmaz. Unutmaq olmaz və bu unutqanlıq nəticə etibarıyla tarix təkrarlardan ibarətdir. Bilmək olmaz. Bu mənfur düşür. Mən son 100 il ərzində, bunu ən çox elə Qərbi Azərbaycanlılar bilir, o bölgədə olanlar bilirlər, son 100 il ərzində neçə dəfə bizə xəyanət edir. Bundan bir soğuqdan almamışdır, mən açıq deyil. Mən bir də öz təşəkkürümü bildirəm, minnətdaram və Azərbaycan jurnalistikası döyüşdən jurnalistika olur. 20-ci əsrin əvvəllərindən başlayaraq Azərbaycan jurnalistikası hər zaman milli maariflənmə, milli özündək və milli şuurun formalaşdırılmasında olduqca önəmli əhəmiyyətli olur. Və qismətimizdə yazıldı ki, 20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərində də Azərbaycan jurnalistikası öz üzərində düşən o şərəfli missiyanı layiqincə yerinə yetirib davam etdirir və həm Məhərrəm, həm də Sirac mənə gəlir ki, Azərbaycan jurnalistikasının bu ən belə zirvə nöqtələrindən birini çevirdi. Öz fəaliyyətləri ilə, öz şəhidlikləri ilə. Allah bir də onlara rəhmət eləsin, bir daha öz təşəkkür edirəm, çox sağ olun. Gənclər, bir də şəkil çəkdirəcək koridorda. Geçen şəkillər götürmüşəm. Şükrəm yoxdur. Hə, ata dizlər aldım. Diz oldu, rovatlı gülər görüşdürəm. Ah, yes.